Salam, hər vaxtınız xeyir olsun, dəyərli TikTok izləyicilərimiz. Xoş gördük sizləri, dəyərli dostlar. Belə bir 3 otaqlı geniş evimiz çıxıb satışa, dəyərli dostlar. Evimiz, baxın, çöl görünüşüdür evimizin. Evimiz yerləşir Xəzər rayonu, Binə Safxoz qəsəbəsi, dəyərli dostlar. 218 nömrəli məktəbin arxa hissəsində Laçın Story'nin 50-60 metrliyində, dəyərli dostlar. Düz asfaltın 50 metrliyində, dəyərli dostlar. Gördüyünüz kimi evimiz çox səliqəlidir. Həyəti 2-3 maşın rahatçılığına həyata maşın daxil ola bilər, dəyərli dostlar. Baxın, evimizin çöl görünüşüdür. Gördüyünüz belə bir gözəl evdir, dəyərli dostlar. Evimiz 7-8 daş kürsülüdür. 2 sotda inşa olunub, 4 tərəfi qoşadaşdır, dəyərli dostlar. Keçi evin içərisindən də tanış olaq, ya Allah. Keçən kimi belə bir koridor bizi qarşılayır, dəyərli dostlar. Gördüyünüz belə bir koridor bizi qarşılayır. İlk öncə keçi evimizin qonaq otağı ilə tanış olaq, dəyərli dostlar. Gördüyünüz kimi bu gözəl qonaq otağıdır, dəyərli dostlar. Gördüyünüz kimi qonaq otağı da çox genişdir, tam hazırdır. Pərdəsinə kimi, çil çıraqlarına kimi qoyulub, dəyərli dostlar. Evimizin qiyməti də münasibdir. Burası gözəl belə bir mətbəxdir, dəyərli dostlar. Şəbəkə pəncərələri ilə bütün hamısı işıq, santexnik işləri, bütün işlər qutarıb, dəyərli dostlar. Evimiz bugünkü günü yaşayışa tam hazır. Kommunallar da hamısı yerində, dəyərli dostlar. Bu bir yataq otağıdır. Gördüyünüz belə bir gözəl yataq otağıdır, dəyərli dostlar. Burası növbəti bir yataq otağıdır. Evimiz çox səliqəlidir, dəyərli dostlar. Həqiqətən evimiz çox keyfiyyətli inşa olunub, çox səliqəlidir. Bu da evimizin sanitar və sanzor qovşağıdır, dəyərli dostlar. Bütün aksesuarlar da gördüyünüz kimi, bütün aksesuarlar da qoyulub. Evimizin yerləşmə yeri, dəyərli dostlar. Evimizin yerləşmə yeri Xəzər rayonu, Binə Safxoz qəsəbəsi, 218 nömrəli məktəbi keçən kimi Laçın Story'dan sağa, dəyərli dostlar. 50 metrə Laçın Story'dan sağa, asfalta cəmi 50 metrə məsafədə. Evimizin qiyməti 66 mindir, dəyərli dostlar. Reallıq olsa endirim də olunacaq. Allah alana da, satana da xeyir versin inşallah.